Ərəfə duasında bir yer var. Yazırlar ki, bir yerində İmam Hüseyn də ağladı, yanında olanlar hamısı ağladı. Birdən-birə deyir, hal tam dəyişdi duada. Həm İmam Hüseyn ağladı, həm yanındakılar ağladı. O haraydı? Bir cümlə idi. Deyir ki, ilahi, səndən bir şey istəyirəm. Əgər sən onu mənə versən, başqa heç nə verməsən istəmirəm. Amma onu mənə verməsən, başqa nəsə versən, hər şey versən faydasızdır. Uşaqlar necədir? Bir dənə şey istəyirəm səndən əl çəkmə. Bir dənə bunu istəyirəm, bir dənə bunu ver də mənə. İmam Hüseyn ağa belə münazat edir. Deyir, ilahi, səndən bir şey istəyirəm ki, onu versən, başqa heç nə verməsən də olar. Amma onu verməsən, başqa hər şey versən, yenə də faydasızdır. O nədir? İmam Hüseynə baxır, deyir ki, məni cəhənnəmə aparma. Allah, məni cəhənnəmə aparma. Allah necə nəvaziş edir? Deyir, yəqin ki, mənim Hüseynim, sən nicat gəmisisən, cəhənnəm nədir? Sən gəlmisən insanları Allahın yanına aparasan, cəhənnəm nədir? Biz bu adamların yolu ilə gedirik, gedək Allaha tərəf, Allahın dostlarının cığırları ilə, bilək kimə tərəf gedirik. Allah özü belədir, dostları da belədir.